Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycanda bir sıra ali təhsil müəssisəsində çalışan bir qrup müəllimə pul verəcək. Milli Az xəbər verir ki, İqtisadiyyat Az-ın əldə etdiyi məlumata görə, agentlik ümumilikdə 27 ali məktəb müəllimi ilə müqavilə bağlayıb. Müqavilələrə əsasən, ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək. 1. Aslanlı Araz Azadoğlu 1-300 AZN 2. Abışlı Laçın Vəziroğlu 1-300 AZN 3. Seydova Sevinç Bariz qızı 1-175 AZN 4. Hüseynov İslam Əhmədoğlu 1-175 AZN 5. Abbasova Milana Yunis qızı 1-175 AZN 6. Abbaszadə Qalib Xəliloğlu 1-175 AZN 7. Əliyeva Nərgiz Asəf qızı 1-175 AZN 8. Cahangirli Cahangir Xanoğlan oğlu 1-175 AZN 9. Əbilov Şamxal Böyükağa oğlu 1-175 AZN 10. Salahlı Xədicə Arif qızı 1-175 AZN 11. Abbasova Lalə Xəlil qızı 1-175 AZN 12. Osmanova Esmirə Qasım qızı 1-175 AZN 13. Rüstəmov İlham Samil oğlu 1-175 AZN 14. Abdullayeva Nərminə Abdulla qızı 1-175 AZN 15. Heydərov Xanlar Bəylər oğlu 1-175 AZN 16. Babayev Yadullah Əbülfət oğlu 1-300 AZN 17. Quliyev Novruz Əmirxan oğlu 1-175 AZN 18. Rızayeva Pərvanə Hacıbala qızı 1-175 AZN 19. Mürsəlov Ravil Gülbala oğlu 175 AZN 20. Şəfiyev Əhəd Abuzər oğlu 1-175 AZN 21. Musayeva Fərqanə Qəzənfər qızı 1-175 AZN 22. Əliyeva Calə Rəhman qızı 1-175 AZN 23. Yusifbəyli Nurəli Adil oğlu 1-300 AZN 24. Məmmədova Həllə Nəcəfqulu qızı 1-175 AZN 25. Orucov Müşfiq Teyyib oğlu 1-175 AZN 26. Tağıyev Əbülfəz Nağı oğlu 1-175 AZN 27. Abbasov Mehrac Əli oğlu 1-175 AZN